böyük məmnuniyyətlə həm tələbəlik illərindən yaxşı tanıdığı, görkəmli publisist, yazıcı, həm də çox gözəl insan, vətənpərvər bir insan, gözəl söz ustası Şərəf xanım Cəliliyə söz verir. Hörmətli Rəsət müəllim, gözəl təqdimata görə təşəkkür edirəm. Hər bir ziyalımıza varlığına görə təşəkkür edirəm. Bugün burada Ədəbiyyat Universitetinin və Yazıcılar Birliyinin, ümumiyyətlə Azərbaycanın ictimai siyasi mövzusunu varlığı ilə şərəfləndirən iştiraklar əyləşir. Amma xoşbəxtlik oradadır ki, qadın təkcə dünyaya övlad gətirmir. Qadın həm də qılınçla qələmin vəhdətində dövlətlər duran qəhrəman səhvlərdə xanlarla dünyaya geçir. Osman Qazi döyüşlərin birindən məğlub olaraq dönəndə hörmətli Sabir bəy bunu həmişə qeyd edir. Şeyx Ədəbalı onun mürşidi deyir ki, torpağı su ilə qarışdırarsan, çamur şəhid qanıyla yoğurarsan, vətən olar. Salidə xanımın xoşbəxtliyi oradadır ki, torpağı su ilə yox, şəhid qanıyla, öz qanıyla qarışdıranda vətən işlər, oğullardan yazan insanların əsərlərini bir araya gətirir. Biz Türk Azərbaycanlı olaraq tarixi mənbələrimizin çoxuyla Peterburqda, Şiflisdə, Nur Osmaniye kitabxanasında, Kiçik kitabxanasında, hətta Vatikanda işləmiş bir adam kimi deyim ki, Vatikan kitabxanasında Azərbaycanla bağlı tarixi əsərləri, mənbələri vərəqləyəndə qürur duymuşdur ki, o mənbələrin içərisində Küncül Akbarın müəllifi olan alimin belə bir tarixi cümləsi var. Türkçə şeirə şöhrət verən Nəsimidir. Türkçə şeirə şöhrət verən Nəsiminin vətənində bugün Nadir Şahətkardan 300 il sonra tarixi qələbəyə imza atan bir millət və məmləkət var. Salidə xanımın qələmi aldığı bu əsər əslində Azərbaycanın müzəffər Alibaş komandanına, onun qəhrəman əskərlərinə həsr olunan əsərlərin bir araya ərsəyə gətirilməsi deyil. 30-cu illərin dəhşətli repressiyaları zamanı təskilə tutub cünk tutduğuna görə, millətinin söz yaddaşını, yatırını ipə sapa düzdüyünə görə Qurban gedən Firudin bəy Köçərlinin, Salman Mümtazın irsinə verilən dəyərdir. 30-cu illərdə bizi budadılar, yerlə bir elədilər. Cumhuriyyəti bir qurum olaraq yox, bir varlıq müqəddəslik olaraq bizim başımıza yıxdılar. Bir həqiqəti unutdular ki, Bolşevik Rusiyası gələ bilər, amma bu məmləkətdə bir kərə qalxan bayrağı bir daha endirməmək haqqında düşünmək də olar. 44 tarixi şəxsiyyət İstiqlal bəyannaməsinə imza atanda, onlar Tiflisdə yoxdan bir bayraq yapıb dövlət qurdular. Salidə xanım o torpaqlardan gəlir. Tiflisin elmi mədəni mühitindən gəlir. O mühitdən gəlir ki, bugün orada bir Nabatat bağı var. Əslində çox-çox turistlər üçün Nabatat bağı olan bağ, Qarapapaqların, Əfkarların, Qarqarların, dədələrinin uyuduğu torpaqlardan nişanədir. Və o Nabatat bağı deyilən müqəddəslikdə bizim 4 tarixi şəxsiyyətimiz uyumur. Mirzə Fətəli Axundzadə, onun ustadı Mirzə Şəfi Vazir və ruhumuzun qida yeri olan, Cumhuriyyətin qida yeri olan 2 tarixi şəxsiyyət, Fətəli xan Xoyski və Həsən bəy Ağayev. O mühitdə yetişmiş bir alim mütləq ki, belə bir tarix əsəri yarada bilərdi. İndi mən dönüb saygısızlıqda olmasın, arkada 2 tarixi şəxsiyyətin şəklini seyr edir və qürur hissi geçirirəm ki, 1945-ci ildə 2-ci Dünya Müharibəsi başa çatanda bölgələrin hər birində, yəni region respublikalarında Elmlər Akademiyaları qurulurdu. SSR Elmlər Akademiyasının prezidenti Stalinin huzurunda hesabat verəndə 2 tarixi cümlə işlətmişdi. Mir Əsədullah Mirqasımov elmin nüfuzu və vicdanıdır. Təkcə Yusif Məmmədəliyev kimi bir alimə olan ölkə öz akademiyasını qurmağa layiqdir. Salidə xanım böyük ənənələri olan Mir Əsədullah Mirqasımov kimi, Musa Əliyev kimi, Mir Cəlal kimi, Cəfər Xənqan kimi, Şəfayət Mehdiyev kimi böyük alimləri olan bir akademiyanı təmsil edir. Salidə xanımın bu əsərini mən vərəqləyəndə düşündüm ki, bugün çox suallar verirlər. Bu məmləkətə büdcənin bu qıt və kasat vaxtında Elmlər Akademiyası lazımdırmı? Əzizim, belə təskilə tutub gün tutan alimlərin var olması üçün Azərbaycan Milli Elmlər Akademiyası lazımdır. Çox deyirlər ki, Azərbaycan Yazıçılar Birliyi lazımdırmı? Azərbaycan Yazıçılar Birliyi lazımdır ki, pərvanə işığa gələr. Yazıçılar Birliyi də bu millətin düşünən beyni üçün bir şam işıqıdır. Salidə xanım
bu gözəl əsəri ilə, monoqrafiyası ilə 2 tarixi suala cavab verir. Bu ölkəyə Azərbaycan Milli Elmlər Akademiyası da lazımdır. Təkcə Sahidə xanım kimi alimləri olduğuna görə. Azərbaycan Milli Elmlər Akademiyası, sizə təşəkkür edirəm. Azərbaycan Milli Elmlər Akademiyasının dəyərləri məyarına çevirən Ulu Öndər Heydər Əliyev tarixi bir cümlə işlətmişdi. 90'lardaki ikinci siyasi hakimiyete qayıdışı zamanı. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. O sərvətin bir nümunəsi hörmətli Sahidə xanımda gördüyü işlərlə o kitabı vərəqləyəndə Azərbaycanın çox qiymətli yazarlarının hər birinin nəyin kağıdıyla tanış olursan, onların yazdığı əsərlərin ünvanını bilirsən. Hörmətli Sabir bəy qeyd elədi, biz ayrı-ayrılıqda 250-300 yazıcının əsərini oxuya bilmərik. Amma orada siyasi mənzərə var, mənəvi mənzərə var, o mənzərə ədəbiyyatın mənzərəsidir. 1000 illər boyu bayaq da qeyd etdilər, biz tarihi yaratdıq, amma yazıya almadıq. Amma qüdrətli sərkərdə xalqanlarımız doğudan Bakıya çatdılar. Çatdıqları məmləkətlərdə altından saraylar yaptılar. O sarayları sənətin, mədəniyyətin gülzarına çevirdilər. Sahidə xanım nəinki o gülzara çevirən, dünyanı gülzara çevirənlərdən yazır. Həm də özünün gülzar dünyası ilə sübut edir ki, bu millət istəmirəm azadlığı zərfə-zərfə, qıram-qıram, azadlığın zəncirini qıram deyən millətin varisi olaraq ədəbiyyatı bugünlə yaradı, ədəbiyyatı bugünlə yaşadı və Qarabağ Azərbaycan nidası ilə tarix yaradan qəhrəmanların ruhu qarşısında səcdəyə gələ bilir. Bilirəm, Əsəd müəllim deyəcək 3 dəqiqə keçir, amma sonuncu tarixi bir cümləni xatırladım. Çar Nikalayın tadgüzarlıq mərasimində Hacı Zeynalabdin Tağıyev təqdim edən protokol nümayəndəsi düşünür ki, bu qiyafədə bir Qafqazlı şübhəsiz ki, Rus dilini bilməz. Və deyir, Tağıyev vəhşi xalqın nümayəndəsi. Tağıyev sərt bir baxışla dönür protokolun nümayəndəsinə baxır və o Çar Nikalayın hüzurunda deyir, mənim xalqım vəhşi deyildi, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardı. Sahidə xanım o zəngin mədəniyyəti yaradanlardan yazan bir alimdir, onun üçün qiymətlidir. Və bir tarixi cümlədir. Mirzə Kazım bəy bir cümlə işlətmişdir. Şərqi xilas və tərəqqi etdirəcək insanlar şərqin içərisindən çıxmalıdır. Şərqi tərəqqi və xilas edən insanlardan biri bizim Müzəffər Ali Baş Komandanımız idi. Bütün ruhu, duyğuları, sevgiləri ilə sübut etdi ki, bura Qafqazdır. Azərbaycan Qafqazın bir parçasıdır. Çar Rusiyası Şeyx Şamilə xəbər göndərmişdi, gəlir. O tarixi bir cavab göndərmişdi. Gəlirlər, gəlsinlər, başımın üstündə Allah, arxamda xalqdır. Başının üstündə Allah olan Müzəffər Ali Baş Komandanımız, arkasındakı xalqın qüdrətli ordunun iradəsi ilə qılıncla gələn müvəqqətində bizi hüzura qovuşturdu. Mənim qardaşım Daşaltı əməliyyatının qurbanı yox, itkinlərindən biridir. Biri isə Murov şəhididir. Amma bugün mən dik gəzə bilirəm. Düşünə bilirəm ki, qanı ilə tarix yazanların içərisində mənim qanunum var. Bu zəfər bizə onu öyrətdi. Sahidə xanım çox sağ olsun ki, onlardan yazan yazıcıların, şairlərin, alimlərin dünyasından bir dastan bağlayıb, qəhrəmanlıq dastanı. Bunu bir alim edə bilərdi, bir xatun edə bilərdi, həm də bir ana edə bilərdi. Əsəd müəllim demiş, axı biz ana vətən deyilik. Sizə təşəkkür edirəm.